Hava haqqında proqnoz. Avropa alimləri, Avropalılar belə proqnoz təsdiqləyirlər ki, 2025-2026 qışı çox sərt keçəcəkdir. Bu paylaşımı hər bir şəxs paylaşsın ki, hamı bilsin, qış tədarükümüzü görün. Kim nə belə qışda çölə çıxa bilməyəcəksiniz. Bir sözlə ki, belə bir Avropalılar belə bir xəbər yayıblar ki, yəni bu 2025-2026 sərt bir qış olacaqdır, sərt qış olacaqdır. Dostlar, bu paylaşımı bəyənin və paylaşın ki, bu hər bir şəxs bilsin ki, qış sərt keçəcəkdir. Tədarükümüzü alın, yığın. Qış tədarükümüzü alın, yığın ki, sonra soyuqda çölə çıxa bilməyəcəksiniz. Özü də, yəni çox çətin olacaqdır deyirlər. Don olacaqdır, çox güclü soyuq olacaqdır. Avropa alimləri hava proqnozu haqqında belə bir məlumat veriblər. Bir daha təşəkkür edirəm.